Bölgə yeni mərhələyə hazırlaşır. Cənubi Qafqazda yeni reallıqlar və status quo yaranır. Belə bir məqamda bu kövrək münasibətləri qorumağın vacibliyi önə gəlir. Elə Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bununla bağlı çağırış edib. Həlledici sülh anına sürətlə gedilməkdədir. Regionun nəfəsi bir daha siyasi bəyanatların ritminə uyğun dəyişir. Elə bu günlərdə prezident köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də çağırış etdi. Prezident köməkçisi Azərbaycan-Ermənistan nizamlama prosesində geriyə addım atılmamasının zəruriliyini qeyd edərək beynəlxalq ictimaiyyətin də dəstəyinə ehtiyacın olduğunu bildirdi. Biz sülh günləri ilə bağlı əlimizdən gələn bütün səyləri göstəririk. Bununla yanaşı beynəlxalq ictimaiyyətin də dəstəyinə ehtiyacımız var. Bu dəstək bizim gündəmimizə necə yönəldilməli və uyğunlaşdırılmalıdır. İlk növbədə siyasi dəstək və əlbəttə siyasi iradə lazımdır. Mövzu ilə bağlı danışan siyasi təhlilçilər də prezident köməkçisinin bu xəbərdarlığının əslində bölgəyə həm siyasi mesaj, həm də diplomatik yön göstərən bir siqnal olduğunu deyirlər. Bildirirlər ki, sülh masasında hər sözün, hər jestin ciddiyə alındığı bir dövrdə verilən bu bəyanat prosesin nə qədər həssas mərhələdə olduğunu göstərir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin Dohada etdiyi çağırışlar birmənalı olaraq Ermənistanda yaranmış siyasi vəziyyətin və siyasi proseslərə yönəlik bir çağırış idi. Ermənistan cəmiyyətində revanşist qüvvələr hələ də vardır. Bilirsiniz ki, müxalif partiyalardır, kilsədir. Bütün bunlar eyni zamanda onların xaricdən qidalanan deməli qurumları, həmçinin xaricdə havadarları Ermənistan-Azərbaycan münasibətlərinə xələl gətirmək bu gün də niyyətindədirlər. Hikmət Hacıyevin bugün dünyada yeni münaqişə ocaqları yaransa da heç olmasa Cənubi Qafqaz regionunda bir münaqişə səhifəsinin bağlanması müsbət xəbərdir deməsi çox mühüm bir məqamdır və bunu yaxın zamanlarda sülh müqaviləsinin imzalanacağının müjdəsi də saymaq olar. Və 8 avqust 2025-ci il tarixdə Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən Vaşinqtonda imzalanmış əsas sazişə doğru iki tərəfli sazişin məhz müvafiq bəndlərinin icrası prosesinin biz şahidiyik və bu günləri tam əminliklə demək olar ki, Cənubi Qafqazda, regionda gələcəkdə dayanıqlı bir sülhün biz şahidi olacağıq. Sülhün taleyi indi təkcə davranışlardan deyil, həm də sözlərdən keçir. Bu baxımdan verilən hər bəyanatda ehtiyatlılıq və məsuliyyət çox önəmlidir. Prezident köməkçisinin çağırışı da məhz buna işarədir. Necə deyərlər, bölgənin gələcəyini indi ritorika yox, real iradə müəyyən edəcək. Bəturiyə Nəbiyeva, Nadir Cəlilov, Space.